Elhamdülillah. Esselatu vesselamu ala nebiyye ba'de. Allah Teala buyurur ki hatırlat, hakikaten hatırlatmak müminine fayda verir. Peygamber sallallahu aleyhi ve sellemin hadislerinde bildirilir ki cennet 99 dereceden ibarettir. Cennet 99 derecedir ve cennetlerin yani cennetin mertebelerinin en üstte olanı Firdevs cennetidir. Peygamber sallallahu aleyhi ve sellem de buyurur ki Allah'tan istediğiniz zaman Firdevs cennetini isteyin. Firdevs cennetine olan hususiyetlerden biri de odur ki cennette 4 çay var. Yani 4 maddeden çaylar var ve bu çaylar başlangıcını Firdevs cennetinden götürüyor. Temiz, saf sudan olan çaylar, sütten olan çay ve hemçinin baldan olan çay ve bir de şaraptan olan çay. Yani şarap bizim bildiğimiz şaraptı. Hansı ki Allah Teala bunu bizi dünyada bunu bize haram etmişti. Bu o şaraptan değil ki insan onu içtiği zaman ona baş ağrısı gelsin. Onu içtiği zaman ağlı içsin. Cennetin şarabı başka. Allah'tan istedik ki Allah Teala bize ondan tattırsın. Demek bu çaylar başlangıcını Firdevs cennetinden götürür. Ve oradan da yukarıda Allah'ın arşı. Ve insanlar dünyada necə ki dereceleri farklıdır, cennette de onların dereceleri farklıdır. Eğer bir şəxs en aşağı derecededirse cennette, bu elə biləcəkdir ki özü en yaxşı yerdedir. Özündən daha üstte hiç kim yoktur. Çünkü cennet elə bir yerdir ki gözün görmədiyi, kulağın eşitmədiyi, insanın hiss edə bilmədiyi nimətlərlə doludur cennet. Ve insana sadece dünyada gördüğü meyvelerin şekli olar, ancak onların dadı başkadır, müxtəlifdir. Cennetin çaylarının fərqi dünya çaylarından, dünyadaki çaylar axır, torpaqla eyni səviyyədə olur. Ama cennetteki çaylar, yani torpaqla eyni, torpağın üstünde axır. Ve cennetin torpağı miskdir. Bu oranın villaları deyək, bizim günümüzdə desək, kərpiçləri qızıldan ve gümüşdəndir. Yani insanın yok dediği bir şey yoktur. Ölüm yoktur. Təsəvvür edin, bütün nimətlər əbədidir. Ölüm yoktur. Yani kim istemez ki? Ölüm yoktur. İnsan bu dünyada mesela ziyafete düşür, yemək yiyir, 2 ağız yiyən kimi, 2 sot yeməkdən yiyən kimi qarın doyur. Artıq yiyə bilmirsən. Nəfs istəyir, göz doymayıb. İstəyirsən hər bir şeydən dadasan, amma dada bilmirsən. Amma cennet belə deyil. Cennette xidmətçi oğlanlar var. Və istədiyin qədər yeyirsən. Və sonda ayaq yolu da yoxdur. İnsanın yüngül bir gəyirməsi və yaxud da ki tərlə insanın yedikləri çıxır. Yəni cennet elə bir yerdir ki insan istədiyi meyvəni rahatlıqla üzə bilir. Və üzdüyü zaman onun yerinə başqası bitir. Və cənnətdə bu şərtləri var. Və cənnət əhlinə ətdən qabağa, yeməkdən qabağa meyvə verilir. Və fəkihətin mimmə yətəxayyarun və ləhmi dayrin mimmə yeştəhun. Fikir və cənnət budur, qardaşlar. Yəni, yox deyə bir şey yoxdur. Ağacların altından çaylar və yaşlanmaq da yoxdur. Filan kəs qocadır, filan kəs uşaqdır. Hamı eyni yaşda, 30 ya 33 yaşında. Hamı eyni yaşda. Uşaq da yaşlanıb öləndir. Hətta bir gün Peygamber sallallahu aleyhi ve sellem yaşlı bir qadınla zarafat edir. Və Peygamber sallallahu aleyhi ve sellem soruşur, ey Allah'ın Resulü, mən cənnətə girəcəm mi? Peygamber sallallahu aleyhi ve sellem deyir ki, yaşlıların cənnətdə nə işi var? Və qadın ağlayır. Və ağladığı zaman deyir ki, sən cənnətə cavan olaraq girəcəksən, yaşlı yox. Yəni, cənnətdə insanlar ancaq zikr olacaq. Cənnətdə saqqal saxlamaq yoxdur. Cənnətdə ibadət də yoxdur. Hamısı bu dünyadadır. İnsan bu dünyada oranı kazanmak için əziyyət çəkir.
Yəni buna görə rahatlıq yoxdur. İmam Əhməd rahimehullah deyirlər ki, "Mətə raha ya şeyx?" Ya imam, yəni rahatlıq nə vaxt, nə var rahatlığa çıxacaq? Deyir ki, "İzə vada'ta qadamaka fil cennə." Deyir ki, ayağını cənnətə qoyduğun zaman. Ona qədər rahatlıq yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, səhih hədislərində dünya mömin üçün zindan, yəni kafir üçün bir cənnətdir. Yəni zindan nə deməkdir? Yəni möminə dünyada rahat yoxdur, ibadət var. Yəni 20 il, 30 il, 50 il, 60 il Allah Teala kimə nə ömür veribdirsə, Allah da buyurur ki, "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Sənə ölüm gələnə qədər Rəbbinə ibadət et. Və bizə düzgün yolu da göstərir. Yəni bu yol cənnətin yoludur. Yəni bu dünyaya baxaq da, kimsə müəyyən vəzifəyə çatmaq istəyirsə, müəyyən mal mülkə çatmaq istəyirsə, yəni insan rahatlıqla mı çatır? Nə qədər əziyyətlə, gecə-gündüz işləməklə, oxumaqla, insan var 30 il, 40 il oxuyur. Axırda müəyyən bir vəzifəyə çatır. Əgər bu yerin axırı, bu yolun axırı cənnətdirsə, demək heç kim bizə burada qırmızı xalça asmayacaq. Gəl, bu yolda tikanlar var. Bu yolda yırtıcı heyvanlar var, bataqlıqlar var. Yəni insana baş verən çətinliklər var. Bunlara səbr eləmək lazımdır. Və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləm öz hədislərində və Peyğəmbər Allah Teala da öz kitabında, Qur'anında cənnət əhlinin sifətlərini bizə zikr etmişdir. Bu barədə Allah Teala Firdevs cənnəti əhlinin 7 sifətini bizə zikr edir. Allah Teala buyurur ki, Müminun surəsində "Qad əfləhəl mu'minun." Artıq möminlər nicata çatdılar, nicat tapdılar. Deməli, Firdevs cənnətinin birinci sifəti, Firdevs əhlinin birinci sifəti nədir? İman gətirmək. İnsan iman gətirmədisə, onun üçün cənnət yoxdur. Allah qorusun, əbədi, xalidən, muxallidən finnər, əbədiyyən cəhənnəm. Deməli, birincisi, insan iman gətirməlidir. Ondan sonra buyurur ki, "Əllədinəhum fi salatihim xaşi'un." Onlar namazlarını xuşu içərisində qılarlar. Necə gəldi qılıb qaçmazlar, xuşu içərisində. Kimin qarşısında dayandığını düşünərək qılarlar. Oxuduqlarını tədəbbür eləyərlər, fikirləşərlər. Səcdəyə getdikləri zaman kimin qarşısında əyildiyini dərk edərlər, düşünərlər. Və bütün dərd sərlərini Rəbbinə ərz eləyərlər. Adam var ki, adamın yanına oturursan, oturmaqla başlayır dərdsərini şikayət eləmək. Filan şey var, filan şey yoxdur, uşaq xəstədir, opsin, borc, xərc, himayə içində yoxdur. Yəni baxırsan ki, Rəbbi ilə tək qaldığı zaman heç nə demir. Yəni insan gərək öz dərdini, öz sərini, yerin göyün sahibi, qani, varlı olan Allaha şikayət etsin. Allahdan istəsin. Bu da namazda insan xuşulu olduğu zaman olur. Deməli, sifətlərdən ikincisi, onlar namazlarını xuşu içərisində qılarlar. Və sonra gəlir ki, وَالَّذ۪ينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. O şəxslər ki, boş, faydasız sözləri, zarafatı, boş zarafatı tərk edirlər. Boş söz nəyə deyilir? O sözün ki, ya dünyalıq və yaxud da ki, ahirətlik bir faydası yoxdursa, həmən ki, söz boş söz sayılır. Adam var ki, maşallah, səhərdə axşama qədər danışır, nə dünyalıq, nə də ki, ahirətlik bir faydası var sözündə. Ona görə onlar boş sözləri tərk edirlər. Bu neçənci sifət oldu? Üçüncüsü. Deməli, sifətlərdən dördüncüsü gəlir ki, وَالَّذ۪ينَ هُمْ لِلزَّكَاتِ فَعِلُونَ. O şəxslər ki, zəkatlarını verərlər. Zəkat əhli şərt deyil ki, insan varlı olsun. Ola bilsin ki, qoyunu var, müəyyən qədər 40 dənə bunlardan birini zəkat verməlidir. Və yaxud da ki, buğda əkib, qağdalı əkib, dənli bitki əkib və zəkat miqdarına çatıbsa onun zəkatını verməlidir. Dördüncüsü, beşincisi oldu ki, وَالَّذ۪ينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ إِلَّا عَلَى أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ فَمَنِ ابْتَغَى وَرَاءَ ذَلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ. O şəxslər ki, övrət yerlərini zinadan qoruyub saxlayarlar. Ancaq sahib olduğu, öz zövcələri və sahib olduğu cariyələrdən başqa. Bundan başqasına əl atan həddi aşanlardır. Deməli, beşinci sifət odur ki, onlar zina etməzlər. Altıncısı odur ki, وَالَّذ۪ينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ. O şəxslər onlara əmanət verildiyi zaman əmanətə
sadiq olar və söz verdikləri zamanda sözləri üzərində durarlar. Və axırıncısı da odur ki, وَالَّذ۪ينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ Onlar namazlarını qoruyub saxlayarlar. Bütün namazlarını vaxtında qılarlar. Peyğəmbər s.ə.və soruşulur ki, ən fəzilətli, ən əfsəl əməl hansıdır? Peyğəmbər s.ə.v buyurur ki, əs-salatu fi vaxtihə. Vaxtında qılınan namazdır. Onlar namazlarını vaxtında qoruyub saxlayarlar. Baxın, Allah-u Teala bu sifətləri saydı və sonra onlar barəsində nə deyir? Ulaikə humul varithun. Onlardır varislər. Ellezine yerithunel firdevse hum fiha halidun. İçərisində əbədi qalacağı Firdevs cənnətinin varisləri bunlardır. O şəxslərdir. Hansılar idi? İman gətirər və ondan sonra namazını xuşu içərisində qılarlar. Ondan sonra boş-boş sözləri tərk edərlər. Dördüncüsü zəkat verərlər. Beşincisi zina etməzlər. Altıncısı onlara verilən əmanətə sadiq olar, verdikləri sözün üzərində sabit qalarlar və yedincisi də namazlarını qoruyub saxlayarlar. Bu yedisiniz insan, gərək insan bu siniflər üzərində, bu əməllər üzərində davamlı və sabit olmağa çalışsın. Allahdan istəyirik ki, Allah-u Teala bizə xeyirli bir ömür nəsib etsin və sorğu-sualsız Firdevs cənnətinə daxil olanlardan etsin. Allah-u Teala bizi bağışlasın və bizi burada cəm etdiyi kimi Firdevs cənnətində də cəm etsin, evladlarımızla, ailəmizlə, valideynlərimizlə, bacı qardaşımızla, qohum qardaşımızla, qonşularımızla, bacı qardaşlarımızla birlikdə əmin. Subhanəkəllahumma və bihamdik, nəşhədu əllə illə ənt, nəstəğfiruka və nətubu iləyik.